İşçi masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyetdin Məmmədovun həbsdə təhdid edildiyi bildirilir. Konfederasiyanın yaydığı məlumata görə Məmmədov müəssisə rəhbərliyi tərəfindən daha ağır rejimli müəssisəyə köçürülməklə hədələnib. Fəalın bu hədələrə saxlanıldığı 2 aylı cəza çəkmə müəssisəsində antisanitar şəraiti ictimailəşdirdikdən sonra məruz qaldığı deyilir. Məmmədov bildirir ki, 250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq var. Bundan əvvəl Toplum TV işi üzrə həbsdə olan Əli Zeynal da Bakı İstintaq Tədrisxanasındakı antisanitar vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunmuşdu. Afiyetdin Məmmədov 2023-cü il sentyabrın 20-sindən həbsdədir. O, qəsdən ağır xəsarət yetirmə və xuliqanlıqda ittiham olunur. İşçi masasının ümumilikdə 4 üzvü hazırda həbsdədir. Onlar ittihamları qəbul etmir, işçi haqlarını müdafiə etdiklərinə görə həbs olunduğunu bildirirlər. Yerli və beynəlxalq media qurumlarının müsahibələrində ölkə rəsmiləri heç kimin ictimai fəaliyyətinə görə həbs olmadığını bildirir.